Salam, xoş gördük hörmətli izləyicilər. Saray qəsəbəsində 12 daş kürsülü, 3 otaqlı amma böyük kvadratlı evdir. Satışa çıxarıldı 83.000 manata. Yerləşdiyi ərazidə Qoca Çinar var, Nazım Marketdən biraz qabağa. Oradan dönəndən sonra sola 250 metrdən sonra bu ev qarşınıza çıxacaq. Zəhmət olmasa yaxınlaşın. Darvazadan girdik həyətə. Mərkəzi kanalizasiyanın trapıdır, evi bir də göstərək. Bax, görürsünüz necə. 12 daş kürsülü deyə 6 qarajlı, fundamentli, monolitli, kolonlu, betonlu evdir. Burada da ara məsafəsi var. Bütün joloblar mərkəzi kanalizasiyaya qoşulub. Nəsə, burada indi bu məhəccər də vuracaqsınız da bura. Hə, bura məhəccər vurulacaq siz gələnə qədər. 12 daşdan sonra qalxırsınız evə. Mən bir dənə içərini göstərim. Hasarlar evin özü. Bax, belə tarsovka emusiyadır. Piləkən ablisovkadan yığılıb, zəhmət olmasa yaxınlaşın. İndi baxın, bu bir kolondur, baxın. Bax, gör, haralara qoyulub. Atmalar bax, belə qəşəng sıx-sıx atılıb, taxtaları da təzədir. Bu gördüyünüz bunlar hamısı kolon ricellərdir, bir-birinə bağlanıb, evdə onun üstündədir. Yəni, polda sirkələnmə, əsmə olmayacaq. Gələndə görəcəksiniz. Hələ baxın, davam edir. Görürsünüz, kolonun biri də buradadır. Kolon burada. Çox yüksək keyfiyyətlə tikilib. Bu 83 mindən də hələ endirim olunacaq. Gəlin, baxın bu evə, belə evlər az-az satışa çıxarılır. Burada da bax, belə hamam tualetin altıdır. İstəyirsiniz, gələcəkdə buranı da hamam tualeti eləyin, buranı qonaq otağı eləyin. Əlavə otaqlar kimi istifadə eləyə bilərsiniz. Zəhmət olmasa yaxınlaşın. Rozetka, kultivatörü, işığı, toka hamısı qaydasındadır. 12 daş, təsəvvür edin, 12 daş kürsülü, 2 mərtəbə tiplidir, prosta piləkən çöldəndir. Bax, görürsünüz, qalxdıq bura. Evə, gör, hündürlüyünə bax evin. Hə, Allah xeyir eləsin. Bax, gəldik, buradan girdik. Xırdapara işləri qalıb, rozetkalar, spotlar, o alçıvana vurulur. Bir də ki, pilintuslar. Siz gələnə bu işlər, bir də məhəccər, bunlar yekunlaşacaq. Girən kimi koridordan giririk, 3 otaqlı evdə. Birinci mətbəxinə baxaq. Neçədir mətbəx? 4-ün 3.20-yə mətbəxidir. Mebel arası keramikası vurulub, yeri laminatdır. Buradan bir dənə həyəti gəlin çəkin, zəhmət olmasa. Hündürlüyünə bir dənə baxın, bax buradan. Bax buradan bir də həyəti çəkirik ki, belə, tam bax belə görəsiniz. Deməli, Saray qəsəbəsindədir bu ev, 12 daş kürsülü, kupcalı, paket kupcalı evdir. Qaz, su, işıq sayğaclar olacaq, kanalizasiyası birbaşa mərkəzi xəttə qoşulub. Qiyməti də ki 83.000 manata. Buradan da gəldik qonaq otağına, oradan çəkin. Qonaq otağı yeni zala. Baxın, bax, böyük zalı var. TV-stentin yeri qoyulub, buralara işıqlar qoyulacaq. Pəncərəsi, qəşəng evdir, böyük evdir, kvadratı böyüdür. Gəlib inşallah canlı baxanda görəcəksiniz. Hələ yataq otaqlarına baxın. Görürsünüz bu yataq otağını, baxın. 83 bindən qəti narahat olmayın, yaxşı endirim olunacaq. Quruqavoy, qoşadaş, kubiklə, fundamentli, kəmərli, kolonlu evdir. Bir yataq otağı buradadır. Yenə deyilən, pilintusları, parok-marok, bir-iki xırdapara işləri qalıb. Siz gələnə inşallah bunlar yekunlaşacaq. Bu da hamam tualeti. Buranı da çəkək. Su şırkasının yerinə qədər qoyulub, tavanıza da hamısı sərqə-səhmandan təmir olunub. Bir də izah edirəm, zəhmət olmasa yaxınlaşın. Deməli, Saray qəsəbəsindədir bu ev, buradan çəkin. Saray qəsəbəsində Qoca Çinarın çatanda dönürsünüz sola, 250 metr məsafədən sonra bu ev çıxacaq qabağınıza, 12 daş kürsülü evdir. Paket kupcalı evdir, evin də kupcası var, torpağında, qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir, joloblar mərkəzi kanalizasiya birləşdirilib. Kolonlu, fundamentli, kəmərli evdir. Qalan o keyfiyyətlə gəlib burada baxarsınız, onu mən burada deməklə deyil. Sağ olun.